Yedi de işliyor geçen her şeyi ala. Bir de ben o binada işim var. İşimi görüm. Çıkandan sonra zengiliyesi görüşəli de. Yaxşı öyle. Davay. Yaxşı hələlik iş olsun. Bu göt değil ha. Göt değil. İşi var. Binada. Dedi axı gələcəm, gələr də yəni. Ürəyli sıxma gələr indi problem yoxdur. Gələcək dedi ki gələcəm. İşim var gələrəm. Bir adam gelmedi. Aycan abi. 2 dəqiqə orada. 2 Öpürəm. Görüşənlərə gəl. Öpürəm. Gitti bunu da işi. O da gələr, hə? Bu adam adam hiçbir şey yok. Hiçbir şey yok. Yok yok ihtiyaç yok. Sen yerin ben gireceğim. Gitme sen boş ver. Ne olmaz. Davay da bırak o yüzden. Ne kadar izleyecek? Arkadaş ne borcu? Borcun biri konuk olabilirsin adın o. Allah sana vermesin. Ne zor oldu abi. Bir tane diğer zaman. Kanka buradan çıkarsan da. Buradan çıkarım. Çıkıyorum abi. Güzel bir ev. Yoksa kalsın. Kalsın. Abi. Baba sen kimden olsun kardeşim? Sağ ol. Hadi böyle ne fokat işte. Baba sen bilmirsən ki, berberin hepsine yardımdan çıkan değil. Coşkun, seni tanıdığım güne lanet olsun arkadaş ya. Sizdeki çok teşekkür ederim. Var olun. İyi arkadaşlar. Abi biz... Cansın. Sen Azerbaycan'a geldinse her şey bizim konağımızsan. Sıkılma, çekinme, ne vakit istersen var ha. Biz sen gel ha. Biz savaş severiz. Ha. Biz bunları yolda koyan adamlar değil. Ha. Emir de. Abi hangi bir şeyime gel bu kurumda uçuram bana. Evde ben sen gidelim. Bir de gelsen gel. Bana mı geldin? Sena bir... Yok gelme. Gel gel. Ne? İyi ki var. Məsələn ben. Şey. Avar ya. Kazam olmuş. Ha. Yaxşı. Abi gitti ya. Nasıl oldu? Gidelim bir bakalım. Geliyoruz abi. Tamam. Geliyoruz. Tamam. Gelin. Tamam. Sıkıntı yok abi. Ne demek ya? Burada ben bekliyorum sizi ben. Anlamadım şu. Nasıl yani şu? O bir kardeşler dediler ki bas. O yukarıda oturan kardeş ödeyecek şu. Öyle mi? Hı. Allah Allah. Geleceğiz dediler bana şimdi birazdan. Birine arama geldi. Birinden aşağı indi. Biri yukarı çıktı. Peki hesap ne kadar? 227 mi? Ne? 227 manat mı? Ha. Abi ne yaptın sen ya? Ulan Coşkun. Seni tanıdığım güne lanet olsun arkadaş ya. Ya geçen geldim yaktın beni mahvettin gittin. Ha şimdi misafirliğe çağırdın. Çay söyledin bana. Çay içelim dedin. Çıktınız gittiniz. Hesabı da bana kilitlediler arkadaş ya. Görən nətər eləyim ha, bu şot mənə qalmasın. Bax, dərin fikirləşib, bəlkə durum gedim. Deyəsən yenə də Coşqun aranı cırıb gedəcək. Şut qalacaq üstümdə. Nə bilim Keçən səfər də Coşqun tez durub getdi. Bu dəfə də deyəsən şut qalacaq bizim üstümüzə. Coşkun keçən dəfə mənə yükslədi şotu. Sərt davranacağım. Aradan birinci mən çıracağım. Görən bunlar nə fikirləşir, yaman hamısı fikrə gediblər. Belə yedi işləyir də bura. Qaqa siz zəfər eləyək. Gəl Neves. Neves. Ha? O da olur abi. Hadi her şey yok. Heç kimə düşüşməsin də, heç Gel kimə bak, yorulmasın. bana 20 manat. Bak koydum ona. Var mı 20 manattan koy? 20 manattan benimle. 20 manattan koy ya. Ha, sen de ver. Ben bir nefer versin. Bu gel bu hamur verir ne böyle 60-90 euro. Birdən, Bu kalsın sende. birdən 20 eləməsə. Yok, ne yapıyorsun üstüne düzgün şeyler. Biz şöyle sen gözlükle bir söylesin Abi gelsin. biz sözü gözləyik. Alo, yaşlıram bu arada. Elə mən bizə yaxınlar gözlədim. Bizim bu şot nə qədər elədi? Elə ona görə gəlmişdim, bəs müdiriyyət oturub aşağıda. O da sizi çoxdan da izləyib TikTokda, Instagramda. Dedi ki, bəs bu dəfə şot qonağımız olsunlar. Şot izləyib müdiriyyət dedi. Bax, bu müdür bizə halal oldu. Ona deyəsən ki, burada mən yedin restoran buradır. Allah razı olsun. Ona salamını çatdı. Oldu, hələlik özünə yaxşı baxın. Sağ ol. Sizi çatdı. Öz aramızı, yani şut farkında bir adamı bir 80 manat, 100 manat Evet, ediyor. 20 manata qəşəng çıxdı. Görə yetimlərin qətət. Nəsə ağır olacaq ya şotlar. Belə dəhşət sözü, yəni ağır oldu, həqiqi ağır oldu. 300 manat şotu adama 20 manat verdi. Eybi üstün mən düzəltdim verdim. Sağ ol, Allah sağ ol. Sağ ol. Mən oldu. Mən sizdən.
Başlarım şimdi üstüne bak oyunu falan. Türkü məsələ elə bil ki, bunu basır xat-xat deyib. Yani köktür ona göre kök. Köklerde hemşe belli olur. Kat olur ona göre. Kes bir yanıma da öğren. Kes benim de Halim Erişim ayağımın altına geldi. Belə türkü məsələ bu desən yoğunlardan. Və Derslerim. Yukarı derslerlerde bunu olur. Kök. niyə yaxşıdır ya? Yeter daha yeterim be. Türk'ün mesele. Bu nedir ya? Allah Allah 2 saattir burada. Abi bu kim ya getirmişsin bunu buraya? Abi bu bizim uşağız. Biz ne kadar burada ne şöyle. Ya bu iki tane Türk'ün mesele. Bu meselenin adı neyle biz de bilek ha? Onun Türk'ün mesele bizde. Ne bu mesele? Yaxşı məsələdir bu. Abi biz ne demiyoruz ki niye Azerbaycan mesele, o mesele, bu mesele. Ha bildim adın danışma. Abi, sen Türk. Ben başlarım şimdi üstüne bak oyunu falan. Ay gel öyle boş ver ya. Türkü məsələ bu elə bir əsəbi idi. Ya yürü git. O stil. Bunu koy yere. Bunu koy yere. Riyazi risat. 100 metre ya. Ona uygun olacak. 100 metre göre horizontal ve vertikal saç kesimi lazımdır. Sen bak bu A nöqtəsiyle bu taraftaki B nöqtəsinə uygun gelmelidir. Bu A nöqtəsine B nöqtəsinə uygun gelmeli. Bu senin sifətinə yaraşmayacak. Riyazi saç kesimi vacibdir. A nöqtəsi tökülüb, B nöqtəsində isə müəyyən seyrəliyi var. Sən gedəndə, kontakada yumru gələndə 2 vur 5, 8, sıxdım 3, 5, ortalama ortada gedir, yoxdur. Oy. Vəziyyətin ağırdır sən. 1, 2, 3, sıx. Buradan bir... Ay kardeşim ne nöqtəsində döqtəsi işten gelmiş eldən saldı saçını kes gedin evə. Ay bırak töşülü. Bildim. Araya salım kardeşim. Burada bir nefer gözlüyor, bir nefer kardeşim. Sen bunu neter indim. Araya neyse sokum seni. Boş ver beni. Yaxşı, gel araya sokacağım seni. Gel. Ay kaka, yaxşı da ara. Abi bu nedir ya? Bu nereden çıktı ya? Abi çok ısrar elədi. Dedi araya Abi sok. olur mu ya? İki baş kaynar mı ya? Hala burada ortada bir tane de boş yer var. Vallahi. Ortada yeri var mənə görə. Eyvallah. Çoranlı. Aleyküm. Aleyküm selam. Orada Çorlu'ya geçsiyiz. Çoranlı'ya gelir gel. Buyur kardeş. Çık buradan pulunu. Kardeş 100 manattan ben sensin nece çıkın kardeşim? Kardeş olur mu da? Siz minəndə deyərdiniz ki, manat aparım. Ben de bilərdim şimdi. Xıdalı. 90 var. 90 manat. Bəs niyə 90 manat? 1 manatı. Oturanda soruşardın la kardeş neçə yaparsan 10 manat aparırım. Ha, Şimdi belə oldu. evet de kardeş. Su kapatsın bir düş. Çok sağ ol kardeş. Ha kardeşim. Var ol. Biz de 10 manata gətirdik. Ha, sağ. Hadi sakit durun. Evet, siz de 10 manata getirdiniz. Xırdası olmayan 10 manata getirirəm. Ha, Allah razı olsun. Allah köməyine olsun. Xırdan var. Var. Manat da mı? Qurbandır sənə. Ha, verin tamam. Yandım ulan. Vay anam vay. Ya kimsə şilli istəyir, ya da kimsə əlcəli gəlir. Desən gəlir. Harada olsa indi gələcək. 7 tane dişim var. Arasını bir tarafta harcamışımdır. Kime hiç yapmam, kime hiç yapmam. Bana acı sökmez. 20 yılımı hapishanede vermiş bir adamım ben. Baş al. Biz alırız ateşini, biz alırız. Yok bana acı sökmez arkadaşlarım. Yandım ulan. Vay anam vay ulan. Yaktım ben lan coşkun. Vay anam ben hiç böyle acı görmedim ulan. Bu nedir lan? Kendine 20 tane dikiş atmış adamsın. Oy. O nedir lan? Lan bir dur. Lan dur yaktım ben ulan. Öldürdüm. Vay bu nedir lan? Vay yandım lan. Yandım anam. Vay yaktın lan beni coşkun. Vay. Korkun ne yaptı? Korkun bile eldim ona. Elde manat. Allah Allah. Fazla değil mi? Yo ne fazla bu lipstika, saç, yüz, tıraş. Tamam. Sıkıntı yok. Ölüstan. Teşekkür var ol. Eyvallah. Var. Usta. Buyur Coşkun abi. Senin sarı tesbihin kalmış. Bu mu? Karizmaya çizdirdik ama yine de kalsın be. Teşekkür sağ ol. Eyvallah. Var olasın. Eyvallah. Ya arkadaş, İstanbul'dan Bakü'ye gezmeye geldik. Tıraş olduk. 850 TL hem tıraş parası verdik. Coşkun Berber Usta'ya rast geldik. Karizmaya çizdirdik. Böyle şey olur mu arkadaş ya? Allah Allah. Bir şeyler oldu ama ne oldu?
Mənə maraqlıdır ya. Cəmat bu bərbərə görsən niyə qazdı girir ha? Gözlərimə doldurmuşam yağışı. Bir köynəklə keçirtmişəm mən qışı. Köynək, pencək geyinərdi taytuşum, sağlam gözlərimi sil. Tut cəhənnəm ol, nə ağlama, keratın salmışam olmadı, gözlərim sıxdı, ağlama, yox. Sən kerata küssün al. Yox, mən sənin şeiri ağlayıram. Hə, mən də elə bilim. Mənim şeirim al. Ulan oldu kəsən. Borcuna da sən də bax, o ki bir yerdə 35 edir, 30 verərsən bəs tadım. 30. Bazen sen olur. Yox. 30 ne lan? Sən iş görmüş də qardaş. Ne iş görün sana taş taşımışsan burada. Qardaş, biz Ama diyor ne bileyim ne 30 mu lan? qış görməyə qardaş, görürsən bir yaxdan iş görür. Allah kışlarım o zaman 5'e de değil kış. Ha, Ne iş yapmışsın? nə olur? Nə məsələ? Ne oldu bana çotun bir? Usta, saçını qırxmışam, üzünü qırxmışam, lipiska, o, bu deyirəm 35 eləyir, 30 ver, deyir, nə bilim, səsini atır başına. Bax da sən deyir. Sazına ton ile bana İş görür, bir yaxdan iş. Səndən başqa bir şey istəmir ki. Ha hiç ne bırak ne diyeyim ki? 35 eləmirdi, 30 Tuzban ver. latam. Tuzbanın latam. Görün. Çekişler. Gel. 100 mu? O da alsın bırak. Gel Sağ ol. mesela şey diyelim. Sağ ver. Olursa. Salamat. 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 İrəli mənə. Şimdi nə istəyirsən sən yenə? Deməli qardaşım. Bakın buradan bir tane qısayla, o bir tane uzun sapar. Səndən danışırıq ha. Ha, mən də. Deməli saçımın qıraqlarını var ha. Qulaq tərəfini bir tane çox götür belə. O bir tanesi az götür. Belə də ki, üst tərəfini biraz bir tərəfi çox götür, bir tərəfini az. Üzvü də qırxanda buradan elə qırx ki, burada sırayla tüklər qalsın. Buralarda çənənin altında da bir tərəfində tük qalsın, bir tərəfində qalmasın belə. Sən mənlə məzələnirsən. Bu nə stildir la? Keçən dəfə sənin qırxdığın stilli də. Yəqin çelik. Gözlə çıxmışın oldu. Çelik qırxdı. Bilmədim, növbə idi, saldı məni növbəsiz olsam. Nə qədər elədi bak orada? Mən sənə nə deyim, yürü. Nə ürəyimdən keçirməyir, qardaş. Sağ ol, bırak, bir dəqiqə, yürü. Bu mənə ağırlıq edir, qadam. Bunu sən, mənə alınmaz, cibimdən itib gedər. Bunu sən saxla, xərcləyərsin ürəyim qurban. Allah sənin köməyin olsun. Allah razı olsun da. Nə qulluq? Mənim bir sözüm yox, qulluq. Qulluq deyəndə ki, sənə bir 50 manat borcum var. Verə bilərsənsə, Allah sənin köməyin olsun. Ay. 100 idi 50'sini verdi 50'si kaldı. Allah. Ha, güzel oldu. Lütfen düz git kardeşim. Allah senin köməyin olsun. Allah senin var versin. Ne lazım idi? Ha bırak. Nece oldu? Necə oldu qardaş? Yadımda da o dəmə biləndinizlə tanış oldu. Heç də, ona oldu həmən gündən indiyə kimi oldu. Bütün evim, eşiyim, maşınım, pulum, varım, dövlətim hamısı getdi. Aldı əlimdən qardaş. İstifadə elədi məndən. Və iPhone 13 Pro Max-a mən Nokia-ya kesən uğramayayım. Dərd bildi mənim. Sənə ver bir dənə sigaret bir çəkin məndən. Sən də. Ana sigaret, Allah sen xəstəsən, nəsən, danışan, nəsən? Niyə? Ha, qardaş saçı deyirəm, başı verim. Saçın necə oldu? Saçın heç yeri, necə də ağladı qardaş. Nasıl edirəm ki, onlardan neçə gəsəysən? Mən sigaret yiyirəm, qardaş pulumu verin, mən pulumu ver. Ayrıldı. Ben ne ayrıldın? Dünən qoram, o kucu ayrıldım, xəstəsən sən. Bir gecelik olmak ne gürür duymasın kimse. İlelebet aşk bu bendeki kör olası Ay qaç, əzbər bu manatdan necə? O nədir? Nə qədədir? Hələ gəlin manatdan əzbər, nə video baxdım, gəlsən, Allah. Yalan.
Ay pardon. Okulette hoşuma geldi. Sen elleri temizle kardeşim. Sen ay moşlu. Müşterinin istediği. Bu da benim müşterim. Bundan bu çıkar çıkmaz. Neyse canım. Böyle ne oldu? Ezdirmişsen ya. Da sigaret söhbət neydi? Səndən bir seçim sən oldu. Üləyən başlaydı. Bir de oldu diyor, düşün oldu. Yoxdur da pul para yoxdur. Mən sigaret... Bezdirme akşam, bezdirme. Ne oldu? Ne oldu? Abi ne istiyorsun? Saçlarım çox bərbad gündə deyən, uzları çox qırıq-qırıqdır da. Kırılacak bakım ediyor. Bakın bu. Qulluqla alınmır da. Bunun alınma kesim ediyor. Kəsəndə də xoşuma gəlmir. Keçən dəfə çox kəsmişdim. Bu ne var ya kremler ne bileyim. O da çox yağlandırır da. Ya ben ne var ya? Sən necə bilsən elə də. Nece bilemeden The Bluetooth device is ready to pair. Ha baba. Orada. Aynen yok şu. Hiçbir şey. Kardeşim Allah razı olsun sağ ol. Döner kalmıyor be. Bende vardı da. Ne döner numarası var. Döner numarası var. Olur düzen geliyor. Kontrol yok diye. Ben iştahım var. Neyse konuş. İştahım var. Bağım eləmə. Elə oğlan ya. Vaxta qədər heç kimə yalvarmamışam. Elə oğlanım ki, yalvartdırmışam amma yalvarmamışam. Qaqa, yavaş. Qaqa, yalvarım yavaş. Ne oldu? Qaqa, bu nədir? Özünü bəs yandırmır. Lan ne savaşır he? Bayağıda yalvarmayan oğlanı dön. Sana ne oldu? Qaqa, yavaş yandırır. Al, qurbanım eləmə. Ha ben selam ben. Qurbanım Ben eləmə. selam ben korkmalı ne var ya buna? Qurbanım eləmə. Ay, niyə yandırdın? Qurbanım eləmə. Ay, Yalvarma. Yalvarma ha. qurbanım eləmə. Ele oğlan ya. Mən elə oğlan deyildim axı. Gözledim. Gözden mi? Qurbanım eləmə. Qurbanım eləmə. Ay, bilə. Qurbanım eləmə. Kurban kimdi? Qurbanım eləmə. Ama neyim beni git. Dur git. Dur git. Bunun başqa yolu yoxdur. Ne var? Elində qəbət heç kim yox, Ali yalvarma. Buyur. Elində kiməsə yalvarmamışdım. Qaqa, mən elində qədər yalan bu aramızda qalar. Aramızda. Hiç kim Heç kim bilmez. yoxdur ki. Hiç kim yoktu, hiç kim bilmez. Narahat olma. Dur git.